Doğruluq imtahan sualıdır. Şəkildə alfa böyükdür 90 dərəcə olarsa, üçbucağın x tərəfinin mümkün natural qiymətlərinin cəmini hesablayın. Uşaqlar, əgər burada kör bucaqlı üçbucaqdan söhbət gedirsə, demək belə bir düsturumuz var idi ki, a-nın kvadratı üzərinə gəl b-nin kvadratı, bu x bunların arasında olmalıdır ki, kiçikdir a üzərinə gəl b-dən. Və biz də nə edirik? Burada 8'in kvadratı üzerine gel 6'nın kvadratı kiçiktir x kiçiktir 8 üzerine gel 6 ve bu bize verir 10 kökün altında 100 verdiği için 10 kiçiktir x kiçiktir 14 ve bizden istiyor ki x tərəfinin mümkün natural qiymətlərinin cəmini hesablayın. Yəni 11 üzerine gel 12 üzerine gel 13 üzerine gel 14 edebilmərik. Çünkü 14 özü daxil deyil. Vəssalam, bunları toplayacağıq. 11 üzerine 12 gələndə eləyir 23. 23'ün də üzerine 13 gələndə eləyər 36 C variantı uşaqlar. Baxın, uşaq səhv eləyib burada.